şagirdlər Sumqayıt şəhər İsmət Qaybov adına bir nömrəli. Gəlin. Bu şagirdlər Sumqayıt şəhər İsmət Qaybov adına bir nömrəli tam orta məktəbin Şəhid Akif Cabbarov adına 9A sinifinin şagirdləridir. Anım gündə iştirak edirlər. Biz onunla bağlı sinifimizə ad verəndə təbrik keçirdik. Adına layiq olmağa çalışır. Adı yaşadırlar. Yəni 29-cu sinifdə sabah 10-cu, 11-ci sinif məktəb bitirəndən sonra da həmin ad orada qalacaq. Ondan sonra hansı sinif olarsa o davam edəcək. Bizim borcumuzdur, mənəvi borcumuzdur. Şiirlər rahat olsun. Sözlər təsəlli etmir. Şəhidin atası kəşf olundu. Çox sağ olun, çox razıyım. Bir çakma başını şehir tarafı. Trabzon izledi, Trabzon taptık. Lütfen okuduk sana. Bakı 11-in 12-nə qədər Şəmşid yox. Onsuz şey ebedi yaşamdır. Kaldır her şeyi bu millet. Sağ olun, çok sağ olun. Vətən üçün can verdiniz, qanınızla yazdınız. Azadlığın yolunu şəhidlər siz qazdınız. İllər ötdü, aylar keçdi, nələr yaşadıq xalqımız. Qanlar aktı, canlar getdi, azad oldu torpağımız. Ülkeler sıkıntı, hakimiyetler, herkesin yanında şen kalabildi. Herkesin yanında şen kalabildi. Vatan arzu Mamnun olduk. herkesin gönlünde şen Ne yapıyorsun Mehmet? Mamnun olduk. Onu şəxsən tanıyırdım. Saf, məsum uşaq, ürəyi açıq, səmimi. Çox yəni ona həyat dəyişmədi. Cəmiyyətin pis onu dəyişmədi. Olduğu kimi qaldı. Heç dəyişmədi. Yaxşı gəldi, yaxşı da yəni. Aysun. Sən torpağa nur gətirdin. Vətən üçün can yetirdin. Gəldiyimizdə yaman şəhid sırağı. Adınla uzalı bayraq sürür. Bravo. Mən də sənin bir balan, olmasam da qəhrəman, Şuşa, kənd becər alan. Sənin oğlun tapşırıb, səni mənə yol aldı. Məhz onun sayəsində ordumuz zəfər çaldı. Neçə evin çırağı söndü, çox körpə atasını görə bilmədi. Anaların həyatı zülmətə döndü, oğul bir daha geri dönmədi. Yollarında tikan olsa, yenə yolum ünüm sənə. Can vətənim, ana yurdum, qurban olsun canım sənə. Şəhidlik adını ucuz tutmayın. Onlar yaşayırlar, siz unutmayın. Adın tarixə yazdı şəhidlər, haqqın dərgahına qalxdı şəhidlər.